Daxili İşlər Nazirliyinin kiber cinayətkarlıqla mübarizə baş idarəsinə müxtəlif hüquqi şəxslərə məxsus biznes hesabına xüsusi proqram təminatları vasitəsilə qanunsuz müdaxilə edilərək pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətlər daxil olub. Hüquqi şəxslərin biznes hesabına kiber hücum edən şəxs artıq saxlanılıb. Əməliyyat texniki tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Zakir Nəhmədov müəyyən edilərək saxlanılıb. Müəyyən edilib ki, Zakir Nəhmədov xüsusi proqram təminatları hazırlayaraq müxtəlif MMC-lərə məxsus biznes hesablarına aid identifikasiya məlumatlarını ələ keçirib. Daha sonra həmin məlumatlardan istifadə etməklə biznes hesablarına giriş üçün elektron təsdiq sorğuları göndərib. Sorğuların göndərilmə mənbəyi yoxlanılmadan onlar təsdiqləndikdən sonra Zakir Nəhmədov hesablara qanunsuz giriş əldə edərək orada olan pul vəsaitlərini ələ keçirib. Sonradan o cinayət yolu ilə əldə etdiyi vasitələrin mənbəyini gizlətmək və iz itirmək məqsədi ilə həmin pulları kriptovalyutaya çevirərək leqallaşdırıb. İlkin araşdırma zamanı Zakir Nəhmədovun zərər çəkmişlərə 100 min manatdan artıq ziyan vurduğu məlum olub. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir. Bir daha vətəndaşlara və sahibkarlıq subyektlərinə müraciət edərək bildirilir ki, identifikasiya məlumatları, internet bankçılığı və digər elektron ödəniş vasitələri ilə bağlı daxil olan sorğuların mənbəyini yoxlamadan təsdiqləməsinlər. Heç bir halda giriş məlumatlarını, təsdiq kodlarını və elektron imza məlumatlarını üçüncü şəxslərlə paylaşmasınlar. Aysu Qayıbova, ATV Xəbər.